Bismillahirrahmanirrahim. İmam Rıza aleyhissalamın mübarək mövludu münasibəti ilə bütün əhl-i beyt sevərləri təbrik edirəm. İmam Rıza aleyhissalam da digər imamlarımız kimi zülm mövzusuna çox həssas yanaşmışdır. O həzrətdən nəql olunan hədislərin birində belə buyurulur: zalıma kömək edənin özü də zalimdir. Fəzl ibn Şazan deyir: İmam Rıza aleyhissalam Məmuna yazdığı məktubunda belə buyurur: İman əmanəti sahibinə qaytarmaq, zalimlara kömək etməkdən və onların müqabilində təslim olmaqdan çəkinməkdən ibarətdir. Yəni bütün bunlar imanın şərtlərindəndir. Qeyd edək ki, hədislərimizdə zalimlar üçün dərzilik eləmək belə onlara kömək eləməyin nümunələrindəndir. Hətta zalim birinin görüşünə getmək bəzi hallarda onun dəstəklənməsi hesab olunduğundan bu işin özü də İslami qaynaqlara əsasən onlara yardım eləmək və haram sayılan işlərdəndir. 2 nəfər Xorasan diyarından İmam Rıza aleyhissalamın huzuruna yetişir. Bu zamanda öz şəri vəzifələrini imamdan soruşurlar. İmamdan soruşurlar ki, görəsən onların namazları qəsrdir yoxsa bütöv. İmam Rıza aleyhissalam onlardan birinə üzünü tutaraq belə buyurur: "Vəcəbə aleykə ət-təqsir li'annəkə qasattəni." Sənə namazı qəsr qılmaq vacibdir. Çünki sən məni qəsd eləmisən. Yəni sən məni niyyət eləyib bu səfərə çıxmısan. Amma digərinə üzünü tutaraq imam belə buyurur: "Və qalə lil-əxar vəcəbə aleykə ət-təmam li'annəkə qasattə sultan." Sənə isə namazı tam qılmaq vacibdir. Çünki sən sultanı qəsd eləmisən. Yəni Məmunu görməyə gəlmisən. Yəni sənin səfərin haram səfərdir. İmam Rıza aleyhissalam bu hədisi ilə də qarşı tərəfə bildirmək istəyirdi ki, Məmun əsl həqiqətdə qəsbkar və zalim xəlifədir. Bəli, imamət və vilayət yolunda zülm, zalim və məzlum daim aktual mövzulardan olmuşdur. Allah Taala bizi imamət və vilayət yolunda sabit qədəm bəndələrdən qərar versin. Bir daha bayramınız mübarək olsun.